Son zamanlar daha produktiv olmaq çalışıram. Ona görə indi mukbang çəkəcəm, amma özümü səliqəyə salmalıyam. Qızlar, bunu sizə göstərmişəm. Çox gözəl bir məhsuldur. Təəssüf ki, məndə uje bitib. Ona görə fırça ilə burada nə qalıbsa onu da çıxartmaq çalışıram. Əslində zapasda biri var. Bunu Trendyolda L'Oreal'in rəsmi səhifəsindən almışam və əgər tonalini sizin üzünüzdə yaxşı oturmursa, qabıq kimi görsənirsə və ideal Photoshop üz istəyirsinizsə, bunu mütləq alın. Çox gözəl bir məhsuldur. Mən isə zapasdakini çıxartmaq məcburiyyətindəyəm. Əksər insanlar yayda daha produktiv olurlar, daha enerjili. Mən isə əksinə, havalar soyuyan kimi mən işə başlamaq istəyirəm, daha çox sizin üçün video çəkməyi. Ümumiyyətlə istifadə elədiyim kosmetik vasitələrin əksəriyyəti, əgər çoxdandan məni istəyirsinizsə bilirsiniz, L'Oreal'in rəsmi səhifəsindən əldə elədiklərimdir. Reska havalar da soyuyub, elə bil ki, qış gəldi birdən. Makyaj eləyərkən, hazırlaşarkən ya hansısa bir verilişə baxmalıyam, ya da ki, kiminləsə söhbət eləməliyəm. Ona görə sizi qoşdum. Qaş sabitləyici almalıyam, yoxumdur. Amma belə bilməm, videoda nə dərəcədə mükəmməl görürsünüzsə, tonalini dərimə çox gözəl hopdur. Əsas da ki, tonalinin gücü deyil, əsas da ki, bu məhsuldur. Çox gözəl, dərini nəmləndirir, tez bir zamanda dəriyə hopur və nəticədə Photoshop üz.